Allahümme salli ala Muhammedin və ali Muhammed. Bismillahirrahmanirrahim. Hal-hazırda biz qədəmgâhdayıq bu zonada, Əliyar ziyarətgahında. Allah qabaqda da Ramazan bayramı var, Orucluq bayramı var, Eid-i-Fitr bayramı var, həm də Novruz bayramı vardı. Eyni günə düşür, eyni vaxta düşür. Həm Novruz bayramı, həm Eid-i-Fitr bayramı doğrudan da böyük bayramdır. Belə bir bayramda biz də gəldik, Əli Əleyhisselamın qədəmgahını ziyarət elədik və belə bir bayramda insanlar kasıblara, möminlərə, ümumiyyətlə yaxınlara hər cür ehsanlar edirlər, iftar süfrələri verirlər, bayramlar gəlir, bu bayramlarda xeyirxahlıq edirlər, əl tuturlar, insanları sevindirirlər. Onlardan da bizim bir qardaşımız var, mömin, din qardaşımız var, Kamran. Allah saxlasın, Kamrana təşəkkür edirik ki, belə əziz günlərdə həmişə bizi unutmur, istər orucluq olsun, istər Xıdır Nebi bayramı olsun, Xızır Nebi bayramı keçirdirik, orucluq, Novruz bayramlarını keçirdirik. Belə əziz günlərdə həmişə belə bir kəlam var, belə bu insanları sevindirmək, belə doğrudan da çox maraqlıdır ki, həmin qardaşımız bizim, görürsən ki, belə günlərdə belə bir ifadə var, deyir ki, yeməklə, yedirginə, sevinməklə, sevindirginə, giyinməklə, giyindirginə. Yəni, kasıbı libas verginə. Əvvəl kasıbı sevindir, sonra özünü sevinərsən. Özünü sevinmə, birinci sevindir. Görürsən, bunlar hamısı milli mənəvi dəyərdir bizim üçün. Novruz bayramında, dini bayram olmasa da, İslam dini onun gözəl qayda qanunlarını bəyənibdir və tövsiyə olunub Peyğəmbərimizdən ki, bu bayramı siz də keçirdin və bu bayram demək olar ki, bütün bəşəriyyət üçündür, ilahi, Allahın varlığının qüdrətidir. Ona görə də hamımıza təşəkkür edirik. Bir daha bayramlarınız mübarək olsun inşallah.